Qızlar, bu maskanı mütləq yoxlayın. Ev şəraitində həm asan, həm də super effektli bir maska hazırladım. Sadəcə yumurta, kofe və salfetlə. Bəli, düz eşitdiniz. Yumurta dərini dartır, məsamələri sıxlaşdırır. Kofe peeling effekti verir, dərini oyadır. Salfet maskanı soyula bilən hala gətirir və dəriyə yapışaraq ölü hüceyrələri təmizləyir. Əla deyilmi sizcə də? Heç bir kimyəvi maddə yoxdur, tam təbii və evdəki ərzaqlarla özümüz rahatlıqla hazırlaya bilərik. Mən deyərdim ki, yumurtanı sevdiyim tək maska ola bilər. Fikir verdinizsə, maskanı alın nahiyəmə tətbiq etmirəm. Mən gil maskasından başqa heç bir maskanı təəssüf ki, alın nahiyəmə tətbiq etməyi xoşlamıram. Amma siz bu maskanı göz altına belə tətbiq edə bilərsiniz. Ancaq göz altına tətbiq etdiyiniz zaman o nahiyəyə salfet yapışdırmayın. Hələ sizə nə danışım? Bu maskanı burun üstünə tətbiq etdiyiniz zaman üzərinə salfetlə də bir qat keçdikdən sonra soyuduqda görəcəksiniz ki, qara nöqtələrə belə təsir eləyir. Yəni poralardakı bütün çirki təmizləyir bu maska. Yaxşı nəticə almaq istəyirsinizsə, ən az həftədə 2 dəfə bu maskanı tətbiq edə bilərsiniz. Yağlı dərilər, quru dərilər fərqi yoxdur. Bir də yadımdan çıxmamış onu qeyd eləmək istəyirəm ki, burada yumurtanın ağından istifadə elədim. Siz istəsəz yumurtanın sarısından və ya hər ikisindən də istifadə edə bilərsiniz. Burada sizlərə soyulma prosesini göstərirəm və nəticə elə özüm də şok oluram. Üzümdə 15 dəqiqə qalır, sonra bu şəkildə rahatlıqla soyulur. Sizcə bu maskaya başqa nə əlavə etmək olar? Rəydə yazın, birlikdə yeni reseptlər çıxaraq. Maskadan sonra nəmləndirici istifadə etməyi unutmayın. Mən sınadım, dərhal canlanma və yumuşaqlıq hiss elədim. Videonu izləyin, necə hazırladığımı və tətbiq etdiyimi görün. Yoxlayandan sonra nəticəni mənimlə bölüşməyi unutmayın. Hələlik.